sonra nə vaxt vergül qoyaram? Kim nə sualına cavab verdiyi halda. Nə vaxt vergül qoyaram? Kim nə sualına cavab versə və özündən sonra isim, sifət, sair, fe'li sifət, modal söz, nida, xitab gəlsə vergül qoy. Məsələn, deyirəm ki, o gözəl qızdır. Baxıram, kimdir? Qızdır. Kim qızdır? O. Kim sualına cavab verdi? Vergül qoya bilərəm. Baxıram, özündən sonra bu sadaladıqlarım nitq hissəsi gəlsə. Gözəl hansı nitq hissəsidir? Sifət. Hə, sifət gələndə vergül olar. Deməli, odan sonra vergül qoydum. İndi mənə sual verəcək ki, o şəxsdir yoxsa işarədir? Mən şəxs deyəcəm, çünki işarə necə nə cür sualına cavab verirdi. Şəxs əvəzliyi odan sonra vergül qoyula bilər. Buya misal yazım. Bu 2-dir. 2-dir. Neçədir? 2-dir. Nə bu? Nə sualına cavab verdi mi? Nə sualına cavab verəndə vergül qoya bilərəm. Yəni mübtəda vəzifəsində işlənir. Vergül qoya bilərəm. Amma görüm o sadaladıqlarım var. 2 hansı nitq hissəsidir? Say. Bəli, onda budan sonra vergül qoyacağam. Köməkçi nitq hissələrindən modal söz gələndə vergül qoyacağam. O da bilirsiniz niyə? Modal söz cümlədə ortada gələndə hər iki tərəfindən vergüllə ayrılır. Məsələn, bax, o əlbəttə gələcək. Baxın, nə edəcək? Gələcək kim o? Kim sualına cavab verdi mi? Əslində köməkçi nitq hissəsi gələndə vergül qoyulmur. Amma əlbəttə modal sözdür. Modal söz cümlənin ortasında gələndə hər iki tərəfindən vergül qoyulur və gəlib onun yanına düşür. Yeri gəlmişkən, testlərdə belə bir sual verəcək. Odan sonra qoyulan vergül nəyin vergülüdür? Biz burada deyəcək ki, modal sözün vergülüdür. Çünki modal söz hər iki tərəfdən vergüllə ayrılır, gəlir onun yanına düşür. Belə,